Değerli izləyicilər, bir daha sizləri Bərdə Maşın Bazarından salamlayıram. Videomuzun ikinci hissəsi. Burada satılan maşınların böyük əksəriyyəti Rus Sovet maşınlarıdır. Özdə çoxunun ili köhnədir. İzləyicilər təzə maşın istəyir, onu da tapa bilmirik. Salam Beleçim. Salam qardaş, Allah bazar versin. Allah köməyiniz olsun. İl 2008, 6600. Yəni hər şey dəyişib, maşın aşıb. Bel dəyişib. Adəm əsəbləşir. Əyib yoxdur. Sinədən maşın dəyişib. 2007 idi, fırlamışıq 2008-ə. Sənət də dəyişib. Maşın özü göy olub əslində. Maşın eləmişik ağ rəngdə. Yalandan bunun aparaturasının zadından alınmıyor. Yəni bu maşın yoxdur. Yəni polo zadı hamısı çürüydü. Belə aparaturamız var. Yəni alırsınızsa 6600 aparatur alasınız. Aha, maşının qiyməti, yəni aparaturanın 6600, bəli, 6600 aparaturanın qiyməti, bir də 4 dənə təkər. 4 təkərli listə gedir. Ondan qalanı apar bu maşını Arazın Mosundan, Kürün Mosundan tulla aşağı. Yəni bir köpəlik maşındır. Məsləhət deyil də deyirsən. Məsləhət deyil, yox, 100%. Əminliklə deyirəm ki, yəni məsləhət deyil. Yəni 4-dən atır, 2-dən motor sülünlü Niva motorudur, injektor. Yəni prosto motorluq qalmır, zapravka yağı ilə sürürük. Yağ azaltması var. Yox, yağ azaltması yoxdur, çünki zapravka yağı ilə sürürük. Yağ bəlkə tökmürsən, ona görə azaltmır. Yox, tökürük yağ, sadəcə olaraq zapravka yağıdır da qardaş. Bu yəni yox kimidir. Yalandan cəmaatı niyə alladaq biz? Yəni mən şəxsən öz maşınımızı belə təriflədim, mənim özümə ləzzət elədi. Karobkası necə? 5 karobkadır. Atması. Ya qardaş dedi, bax görsən, biri də bu üzümə tüpürdü. Satmırıq qardaş. Yəni elə belə gətirirsən. Bəli, elə belə gətirmişik. Karobka yaxşıdır. Bəli, 5 karobkadır. Difer necə? Səs. Diferi təzə qoymuşuq, salafa. Karobka. 2 dənə atır. Adəm imkan vermir. Polda çürük deyirsiz yoxdur. Yox, polda çürük yoxdur, 1-2 dənə latka yamaq atmışıq. Peredokun səs küyü necə? Peredokda bir dənə problem yoxdur. Açıq deyirəm də 4 təkər alırsan, bir nömrə aparatura. Kuzanı apar ver ultizasiya. Nömrə də 067, pis nömrə deyil. Detallardan dəyişilənləri? Qardaş, detallardan dəyişiləni belə deyim də nəsə. Qapı, krel, kapı. Belə deyim, budur, odur, kapotdur. Sinədən bax deyirəm sən, metravikdən dəyişib buradan. Yəni heç bir usta tuta bilməz onu. Yəni buradan dəyişib, yəni buradan cınaqdan zaddan işləmir. Sürmüsüz, aşırtmısınız da? Ancaq özümüz. Nə eləmişik özümüz, paz da yonsaq özümüz eləmişik buna. Kraska da yəqin opşi kraska vurur. Opşi deyəndə ki, demirəm maşın göy olub qardaş, sonradan ağa çövürmüşük də maşını. Ağarıb da. Ağ günə çıxsın dedi, çıxmadı. Ağ günə çıxıbdı. Aynaları təmizdir elə bilirəm. Bəli, Şifdə yoxdur zədəsi. Bəli, heç nə yox. Maşın demirəm qardaş, bir dənə kuzanı ultizasiya ver. Ondan başqa, yəni belə qardaş. Oturacaqlar da yaxşı. İdeal vəziyyətdə də oturacaqdır. Prosto maşının kuzası yoxdur. Pult sistemi də var, eləmi? Yox, pult sistemi yoxdur. Onun vaxt elib yığdıranmamışıq. İnşallah. Aynalar əllə qalxır? Bəli, əllə qalxır. Dədə baba, cəddə baba. Maşının da qiymətini deyirsən? Bəli. 6600 qardaş. Bir qəpik aşağı vermərəm. Real alıcıya oturub söhbət eləyərik. 6600. 6000 verdilər. 6000 real alıcıyla söhbət eləyərəm. Gəlsinlər. Hara gəlsinlər? Lap zəng eləsinlər, özümüz gələk evakuatorla zadla. Allahın izni gəlib çata bilsək. Yox, maşınımız əsas harda olur? İmişli rayonunda. Uğurlar arzu eləyirəm qardaş. Çox sağ ol. Allah köməyin olsun. Müsahibəni Adəmi eşitsə infarkt keçirəcək. İnşallah eşidər. Allahın izni ilə millətin də, Azərbaycan xalqının da. Eləmi? Bəli. Görər ki, yəni nə qədər ürək təmiz insanlar var. Maşinliklərdən maşın almağa dəyməz. Vallahi billahi. Gəlsinlər sizin yanınıza. Gəlsinlər bizim yanımıza. Məsləhətli maşında. Aşıb da deyirəm qardaş. Məsləhətli maşındır. Gözəl. Sözün düzün demək lazımdır. Bəli. Nə yalanı var burada? Kör gördü nə də ondan. Aşıb maşın, 4 quruq. Allah bazarınızı versin qardaş. Məsləhətli maşındır. Narahat olma. Sağ ol qardaş. Mən verim səyindimə. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş, çox sağ ol. Maşınınızı satırsınız. Deyirsiniz Özbəkistan maşındır. Özbəkdir, hə. Adı necə gedir? Ravon Nexia 53 2019 Tex pasport 20 alışdı. Nə vaxtdan sizdədir? Sıfırdan məndə olub, özümdə olub. Öz maşınınızdır. Hə, öz maşınımdır, bəli. Birinci əl məndə olub. Buyurun, məlumat verin bilək necə maşındır. Biz ilk dəfədir görürük belə bir maşın. Bərdə bazarına gəlmişəm, Bakıdan gəlmişəm. Xoş gəlmisiniz qardaş. 1.5 mexanikadır, set motordur. 320 min probegi var. Hər gün sürülən maşındır. Yəni misal üçün raskodu yoxdur. Sürən bilir ki, necə maşındır. Daş döyən maşınlardır. 320 mindir. Probegi, hə.
Mühərrik açıldı, yığıldı. Heç bir şey yoxdur. Mühərrikə əl vurmamısınız Əl deyirsiniz. vurulmur, yoxdur. Problem çıxmır. Ancaq Yağ azaltması necə? 5000-dən sonra 100-200 qram. Nə qədər? 5000-dən sonra 100-200 qram. O da 5000-dən bir yağı dəyişsən. Dabavka olunur yoxsa olmur? Dabavka yox, dabavka Eləmirsən. eləmirəm. Yəni yığılmalıdır 320 yoxsa ehtiyac yoxdur? 320 min getmiş motora, yəni dabavka yağ tökmürsənsə ideal motordur. Yəni uca yığmaq lazımdır, eləsin deyirəm. Yox. Yəni misal üçün bu dəqiqə problemi yoxdur. Ehtiyac yoxdur deyirsiniz. Ehtiyac yoxdur. Daiwa motorum sağ öz sözünü demiş motordur. Yanacağı nə qədər yandı? Yanacağı şəhər içi 8 litr. Kondisionerdə işləyirmi? Trasda hə 6 litr yarım, 7 litr kondisionerdə hər bir şeydə işlək vəziyyətdədir. Yəni işləməyən detalı yoxdur. Korobka mexanikadır. Korobka mexanikadır, bəli. Necədir korobkanın vəziyyəti? Atma yoxdur ki? Korobkada yox, heç bir problem yoxdur, atma yoxdur. 2 dəfə yağı dəyişilib, heç bunlarda yağ dəyişməyə ehtiyac yoxdur. 2 dəfə yağı dəyişilib, yəni vaxtında qulluq olunur. Peredokda vəziyyət, ön çəkirdə yəqin ki, Ön çəkir, hə, Peredokun vəziyyəti. qabaq videoşidir. Peredokunda da yəni adi sistemdir. Yəni elə bir çətin misal üçün bir şey yoxdur. Belə də ki, Səs-küy yoxdur ki, səs-küy qranatların yoxdur. falan. Dəyişmədiniz qranat. Qranatlar yox, Zavoskoy üstündə gəlib. Yəni 320 min gedib qranat üstündə gələnsə, yəni zavod buna 150-160 min şey verir. Yəqin özünüz də yaxşı işlədirsiniz. Ömür verir. Yəni sürməkdən asılıdır. Dağıtmasan dağılmayan maşındır. Peredokunda heç bir şey yoxdur. Apornudur, nakladkadır, hamısı da dəyişilib. Təkərlər zəifdir biraz. Təkərlər zəifdir, hə. Təkərlər zəifdir. Polum necədir? Sezonlu olan bir şeydir. Polun çürüyüb, pası, Heç bir şey yoxdur, arası yoxdur. dəyib dağla. Yox, 2020-nin maşınıdır. Yəni sürük pas bunlarda yoxdur heç birində. Dəyişilən nə hansı hissələrdir? Qapı, krel, kapot. Bu filləri dəyişmişəm. Başqa dəyişən detalı yoxdur. Kraskası var. Tam kraskalandım yoxsa? Tam sağ iki qapı, damdan başqa hər yerin kraskalatmışam. Xırdapara cızıqlara görə. Bu hissəsində bax zədəsi olubdur. Nəsə vuruq olubdur. Çox kraskadır. Yox, vuruq olmayıb. Qapı sadəcə qatdalanıb uşaqlar qapıdan velosipedlə qapı açılanda velosipedlə dəyib qatdalanıb deyə bura iz düşmüşdü. Özüm belə saxlamışam ki, yəni udar deyil də. Başa düşdüm. Çox kraska. Ön aynasında çatı var. Digər aynalar salamatdırmı? Hə, hamısı salamatdır. Bir dənə ön aynadadır. Ön aynada hə. Tapılırmı yəni? Aynanı dəyişmək olarmı? Hə, onu dəyişmək olar, problem yoxdur. Yəni misal üçün neçə vaxt elədi, problem yaranmır. Şit təmizdir. Şit təmiz. Aynalar düymə ilə mi qalxır yoxsa? Hə, düymə ilə qalxır. 4 şeyin 4-ünə, şüşənin 4-ünə düymə ilə qalxır. Yəqin ki, pult bunlar da zavoddan gəlmə olar. Zavoddan gəlmədi, hə, Zavoskoy pult. Əlavə də kimsə sual olsa, yəqin ki, sizi narahat eləyə bilər. Bəli, narahat eləyə bilər. Narahat deyil, yəni maraqlanmaq istəyən əlaqə nömrəm var. Hardadır maşınımız? Bakıdadırmı? Maşın Bakıdadır, hə. Uğurlar arzu edirəm qardaşım. İstəyən olsa əlaqə nömrənizi görürsün, əlaqə saxlaya bilər. 12500 qiymət deyirəm, real alıcıyla razılaşaram. 12 mindir mi son fikir, yoxsa 12-dən aşağı düşmək olacaq? 12 mindən də aşağı real alıcı olsa, yəni fikirləşmək olar. Uğurlar qardaşım. Sağ ol, çox sağ ol qardaşım, sağ ol. Qardaş, Allah xeyir versin. Çox sağ ol, Allah razı olsun. Maşınımız Ford Mondeo. Ford Mondeo-dur, hə. 2012 modeldir. Polnu fuludur. 2012. Bəli. Sizdə nə vaxtdan? Məndə 3 ildir. 7 ildəki daim oğlundadır. Yəni öz qapımızın maşını. Elətdirmisiniz yoxsa? Yox, daim oğlundadır. Dağınız oğlunun adına. Yəni alqı-satqıda problem Birinci yoxdur ki? özümüzün, yox, xeyr yox. Heç bir narahatçılığı yoxdur. Hə, yəni problem yaranmayacaq. Yox, xeyr. Gözəl. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın gözəl super maşındır. Yəni istənilən yerdə gəlib baxa bilərlər. Bərdə, Tərtər ərazisində, Ağdam ərazisində. Yəni göstərə bilərik. Siz alandan sonra xərc çəkdiniz maşınınıza? Xeyr, heç bir şey. Dəyişmişəm yağıdır, korobkasının yağıdır. Diski təkər, bir monitor yığmışam. 300 min gedibdi maşınınız. Hə, 300 min. Kilometrlə Bəli, səhv bəli. eləmirəmsə. Mildir. Millə. Polnu puludur, servisdir. Mühərrik nədir bunlar? Mühərrik 3 motordur, sadə. Neçə? 2-3 sadə. 2-3 sadə mühərrikdir, qəşəng. Nə qədərdir yanacaq sərfiyyatı? Şəhər trasda 7-dir, şəhərin içində 9. Kondisionerdə işləyir. Bəli, kondisioner hər bir şey. Luku, hər bir şey. Mühərrik açılıb, yığılıb yoxsa əldən? Heç bir şey. Servisdə nə tər alınıb elədir. Yağ azaltması Heç, deyil var mı? istənilən yerdə yoxlada bilərlər. Maşınımızın korobkası avtomat, Hə, avtomat korobka. vurması, Heç gecikməsi. bir şey. İstənilən adam hard istəsə yoxlada baxa bilər.
Ön çəkirdə yəqin ki. Öndür, hə, bunlar da qabaqdır. Qranatlarda vəziyyət necə? Hamısı super. Hamısını təzə yığdırmışam. Səs-küy yox. Xeyr, çünki bundan da qabaqdır. Yəni arxada heç bir şey yox. Qranatları dəyişdinizmi? Hər şey təzə. Stubican paçemliklə belə dəyişmişəm. Problem yoxdur artıq Bəli, deyirsiniz. Təkərlər biraz zəifləyib. Hə, təkər ortadır. Yəni Altı necədir? Polunda çürüyüb, pası harasa. üstü nətərdə 6 elə. Üstü yaxşıdır. Alt Belə dəqiq 6-da o vəziyyətdədir. Çünki ili təzə maşındır, normaldır. Maşınımızın kraskası var. Xeyr. Sol krılonun ucunda orada biraz kraskası var. Öndə eləmi? Bəli. Dəyişiləndə soruşmayaq da eləmi? Yox, o barədə heç bir şey yoxdur. Yəni Luku da var. Yəqin luku- ki işləyir eləmi? hər şey istədən yoxlaya bilərik. Hər şey qaydasında. Ön ayna dəyişildimi Xeyr. yoxsa? Heç bir şey. Skoç var o Bu kənarlarında. burada lükun dibindən su verirdi içəri. Mən elə bildim ki, buradan verir. Suyu apardım, usta buranın skoçdadır. Deməm onun lükun Lukun deşiyi kanalları olur. Bəli. O Ha. səhvliklə bu skoç yapışdırmış. Aynalar təmizdir elə bilirəm, eləmi? Hamısı bir dənə cızıq nədə o yoxdur. Şiti də təmizdir. Bəli, yəni cızıq nədə o yoxdur. Sadə bir ləkə nədə o yoxdur. Aynaların dördü də düymə ilə qalxır. Hamısı İşləyirlər. avtomatik, Ha, hər gözəl. bir şey. Salondakı dəri salondur. Dəri ortası parça salondur. Parça deyəndə o koja zamin Hə də koja zamış. Zamış O gedir, daha bəli, hə. keyfiyyətli Bəli, materialdır. condition, hə. Tərləməsin, Hər bir şey, üşüməsin hər deyə bir ondan şeydə qoyurlar. Bəli. Yaddaşla da özdə hətta Hər şey, sidenyalar hər şey yaddaşla, oturacaq. hər bir şey yaddaşla. Öz Qəşəng. blokası. Maşınımız yaxşı maşındır indi. Yox, Kiminsə maşın yəni- sualı olarsa yəqin əlavə sizlə əlaqə saxlaya bilər. Bəli, problem yoxdur. Siz bir dənə mənə qiymətini də deyin. Qiymət 14 mindir. İnşallah siz tərəfdən gələn olsa, sizin adınızdan, YouTube kanalınızdan gələn olsa indirim eləyərik. Təxmin nə qədərdir endirim? Yoluna qoyarıq bir 400-300 arasında yoluna qoyarıq. Maşınımızı görmək istəyən harda görə bilər? Tərtərdə, Bərdədə Uğurlar arzu edirəm qardaş. Allah köməyiniz olsun. Siz də sağ olun. Allah xeyir versin qardaş. Sağ olun minnətdarım. Maşınımızı istəyən qardaşımız da var. Amma elə bilirəm ki, qiymətindən biraz xoşu gəlmir. İstəyir Valla endirim razılaşsaq eləyəsin. real olsa indi razılaşmırıq. Yaxınlaşsa bir danışmaq olar, görə fikri nədir? İnşallah problem yoxdur. Maşınımız da 014 gedir, eləmi? Bəli, qara rəqəm 14-dür 2008. Buyur qardaş, buyur. Bezdetal Məlumat ver. maşındır. Kraskalanıbdır, kraskada olubdur. Rəngi soltuna görə İl dediniz kraskalanıb. neçədir? 2008. 2008-in maşını. Siz nə vaxtdan? Şimdi bizdədir. Etibarnamə ilə yoxsa? Bəli, etibarla mənədir. Yəni Necə, problem qutarıbdı yoxdur. yoxsa qutarmayıb? Yox, hələ vaxtına var. Hələ bir 4-5 ay var. Yəni problem yoxdur. Yəni o da özümüzünkidir. Aform Nə vaxt elətdirə lazımsa- bilirsən. Bəli, problem deyil. Lap yaxşı. Alandan sonra xərc çəkdiniz mi maşına? Bəli, xeyli xərc çəkilibdir. Nələr Yəni krask düzəltdiniz qalatdırmışıq, rəngi biraz solmuş idi. Motorunu məsəl üçün biraz özümüz, yəni qardaş özü əlindən gəlir sənətkardır. Motorunu tezdən özü üçün yığdı. Yəni özümüz üçün sürmək üçün yığmışdıq bunu. Prosta maidiyyət lazımdır, biraz ehtiyat deyə məcburi xod satırıq. Gördüyünüz xərcləri çox dedim, satım daha yaxşısını almayı. Yox, biraz pulumuz var. Daha yaxşını yox, daha ucunu almaq istəyirik. Biraz pulumuza ehtiyacımız var. Onu həll etməliyik. Hə, lap yaxşı. Yaxşınız olsun. Mühərrikdə deyirsiniz vəziyyət yaxşıdır indi. Gözəl, çiçək kimi, bəli. Yağaz atması yoxdur Heç da. bir şey yox, nə yağ yeməsi var, nə bir şey. Yəni otur sür maşındır. Korobka necədir? Qəşəng 5 korobkadır, Atma səliqəli. yoxdur. Xeyr, qətiyyən yoxdur. Peredokun səs-küyü necə? Qətiyyən yoxdur. Hamısı sıfırdan yığılmış Qranat maşındır. dəyişmədin. Xeyr, hamısı çiçək kimidir. Yəni ehtiyac olmayıbdır. Ekran demədik ha. Ekranında yüngülvarı sol tərəfində hə, sıvak işi var. Yəni yüngülvarı, yəni belə təhlükəli Nədən şeydir. vuruqdan olubdumu yoxsa niyə? Yox, elə bir ki bizə gəlməmişdən qabaq elə olubdu, elə 2 ildə. Elə də durur yəni, heç bir problem deyil. Yəni bu günə kimi problem olmayıb. Nə razıval, nə bir şey, yəni ehtiyac olmayıbdır. Qəşəng. Təkərlərdəki normal Normaldır, yəni idarə etmək olar, gedər. Hə, təzə Altı təkərlərdir. necədir? Altı polo. Gözəl, çiçək Sürü kimi. yoxdur Yox, ki. qətiyyən yoxdur. Dəyişilən deyirsiniz? Dəyişən bir dənə arxa krillədir o tərəfdən, sağ tərəfdən Sərnişin krillədir. tərəfdən arxa krel Bəli, dəyişdirilir. bəli. O da yəni bizə gəlməmişdən qabaq elə olubdu. Yəni dediyimdə biz dəyişməmişik. Yəni bizdə necədir? 2 il özümüz sürüyoruz öz maşınımızı. Başqası dəyişilməyib. Başqa yox, heç arası dəyişilməyibdi. Bir dənə dediyim kimi, bir dənə svarka olubdu ekranda, yüngülvarı. O da elə bizdə gələndə olub. Qalan bir dənə özümüz kraskalamışıq. Bir də ki, yəni lazım Tam olan kraskalanıb. Bəli, Hazırda tamam. yoxdur, kosmetik şey yoxdur ki. Yox, yox, qətiyyən. Yəni heç bir problem yoxdur. Maşın çox idealdır bu gün. Ön aynasında çatı var. Yüngülvarı bəli, bir dənə çatı var, uzaqbaşı bir dənə ayna dəyişilər. O da yəni əgər ehtiyac olarsa. Şitdəki təmizdirmi? Şitdə Təmizdir, qırıq çat çiçək kimi. yoxdur, Yox, elə yox, bilirəm. qətiyyən yoxdur. Oturacaqlar çuxollanıb da altından xəbərimiz yoxdur. Hamısı çiçək kimidir, tərtəmiz qoyulubdur, təzədir yəni. Yəni belə Aynalar düymə ilə qalxır. bəli, bəli, paydomlik hamısı. Dördü də. Xeyr, ikisi. Hə, önlər. Pultu da var bunlar. Bəli, bəli, puntu da var. Qiyməti neçə deyirsiniz? Valla qiyməti 6-5-ə deyirik, amma yəni real alıcı olsa əlbəttə ki, güzəştə olunacaq, endirim olunacaq. Altdan aşağı düşmək olar yoxsa? Xeyr, yox, altdan aşağı Son düşmək fikir olmaz. 6-dır. Bəli. Hansı rayondadır? Yevlax rayonundadır maşın. Uğurlar arzu edirəm. Çox sağ ol, minnətdarım. Siz də Allah sağ köməyiniz olun. olsun. Gəlirsən bu maşını almağa. Ay, maşında bir
Eşidirəm qardaş. Qardaş Allah bazar versin. Amin. Opel deyilən maşınımız. Bəli. Buyur, məlumat ver bilək necə maşındır? 2009'da 1.4 benzindir. 305 min probekti var. Maşın bez kraskadır. Qiymət də 11.800 manata deyirik, razılaşarıq. Nə vaxtdan sizindir maşın? Gələndən məndədir. Nə vaxtdan gəlib, nə bilək biz? 2022-dən məndədir qardaşım. Alandan sonra İkinci sahibiyəm. xərciniz nə oldu? Heç nə xərci yoxdur, otur sürdüm. Bir dənə problem Yox, yox. siz nəsə eləmişsiniz, onu demək istəyirəm. Təkər almışam, maşın yağını dəyişdirmişəm. Yox, yəni heç nəyinə ehtiyac yoxdur. Maşın da bez kraskadır. Motorda dediniz, motorun kubu neçədir? Motor 1.4 benzindir. 1.4 benzin. Necədir motorun vəziyyəti? Sakit, saat kimi işləyir. Yağ azaltması Xeyr. yoxdur. Yığılmış olar da motoru. Yo, bu nə sürülüb ki, nə də yığılır. 300 min. Bu probek yəni bunlarda onsuz da olur da qardaş. Səsi də yaxşıdır. Bəli, motor sakit işləyir. Korobka nədir? Saat kimidir. Korobkası. Yox, mexanikadır. Bəli, korobkası mexanikadır. 5 olur mu önə, yoxsa nə olur Bəli, bunlarda? 5. 5 önə. Atma səs yoxdur. Xeyr. Peredokda vəziyyət necə? Çiçək kimidir, hamısı yaxşı. Peredokda deyirsiz vəziyyət yaxşı. Qranatların səsi küyü yoxdur ki. Xeyr, heç nə problem yox. Təkərlərdəki normaldır da, eləmi? Bəli. Təkərlər yaxşı. Prostoy diskdir, Bəli. kalpaklandır. Bəli. Altında vəziyyət necə? Polunda. Yaxşı Çürüyü, pası. vəziyyətdədir. Çürüyü, pası, heç nə yoxdur. Qəşəng. Dəyişənlərin deyim bizə. Heç nə dəyişmir. Maşın bez kraskadır. Zavoddan gələn Bəli, detallar, kraska da hətta zavod kraskası. Bəli. Kosmetik işi yoxdur ki. Bu Bir dənə fertelinin bu bezədəsi var, hə? Aynalar təmiz, yoxdur ki, Bəli. qırığı çatı. Xeyr. Aha, maşınımızın içərisində vəziyyət necə? İşi təmiz, oturacaqlarda sürücü tərəfdən biraz süzülmə var. Çıxıb heç nə yoxdur. Aynalar düymə ilə qalxırmı? Bəli. 4-ü də yoxsa Yox, ikisi? ikisi. Pultu da var da yəqin bunların. Bəli. Qiymətini deyim bizə. Qiyməti 11.800 manat. 11.800-ə deyirsiniz, Razılaşarıq. 11.500-ə istəyən olsa, Hə, razılaşıb verərik. yaxşı yol qardaş. Hardadır maşınımız? Maşın Tərtər rayonunda. Uğurlar arzu eləyirəm. Sağ ol qardaş. Siz də sağ ol. Qardaş Allah bazar versin. Çox sağ olun. Maşınımız Priora 21 Bəli, 72 elə mi gedir bunlar? Keçmək. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? 2014-dür maşın. Polnu fulldur, dəyişəni yoxdur. Demək olar ki, kraska dəyməyib. İçi dolu maşındır, altı kolonka Slutel, Sony magnetofon. Yəni 30 sürdü. Bugünkü gündə maşının heç bir problemi yoxdur. Nə vaxtdan sizdədir? 1 illik məndədir. Alandan sonra xərciniz olubdu mu? Heç bir xərc qoyulmayıb. Təkər almışam sadəcə olaraq, bir də akkumulyator. Maşınımız 123 min göstərir. Elə 123 min Yürüyüşü. orijinal proyekt yəni. Harda istəsə yoxlatdıra bilər alan adamda. Maşınımızdan da elə içərisindən də hiss olunur ki, az işlənibdi maşınımız. Təmiz maşındır, yəni dolu maşındır. Motorda hər şey vəziyyət yığılır. yaxşıdır. Bəli. Yağ azaltması necə? Xeyr, heç bir problemi yoxdur. Benzin sərfiyyatı bunlardan neçədir? 1.6 da motor. Təxminən bilmirsən, bir 7-8 işlədir yoxsa çox? 7 litr zad işlədər yüzə. Kondisioner də işləyir. Bəli, hər şey qanuni işləyir. Qəşəng. Korobkada vəziyyət necə? Heç bir problem yox qardaş. Bugünkü gün yəni 30 sürdüm maşında. Dolu maşındır yəni. Bazarda Pedokda- belə maşın yoxdur. Pedokda səs-küy yoxdur. Heç bir problem yoxdur. Qranat dəyişmədiniz. Heç nə yoxdur. Yaxşı Hamısı deyirsiz. salamatdır yəni. Aha, təkərlərdəki yaxşı. Təp təzədir təkərlərdə, təzə almışıq. Dəyişən detal heç biri yoxdur deyirsiz. Bəli. Hamısı Bez zavoddan detal gələndə. maşındır, zavoddan nə gəlib elədir. Kraska vuruldu. Yüngülvari kapronlarına vurulubdur. Yəni o da kaprondur qabağı. Ola bilər ki, yüngül kraskası var. Amma detalının heç birində kraskası yoxdur. Aynalar necə? Təmizdirmi? Bəli. Qırıq çat Görsüz yoxdur. də özünüz gördünüz, çəkdiniz, baxdınız yəni. Aynaların 4-ündə də düymə gördüm. İşləyirlərmi? Hamısı işləyir. Qəşəng. Yəni maşın bu gün üçün belə deyim də ideal bir vəziyyətdədir. Yəni işləməyən bir şey yoxdur. Bazarda da bunun kimi maşın yoxdur. Təmiz, oturacaqların üstünü Özünüz Allah şükür çəkdiniz gördünüz də yəni. Zədəsi yoxdur. Xeyr, heç bir şey yox. Heç bir şey yox. Qəşəng. Qiyməti neçə? 12.000 deyirik. 12.000 deyirsiniz, nə qədər endirim? 2014-dür 200 manat alan adama endirim eləyərik. Görmək istəyən harada gəlsin? Görsün. Maşın Gəncə şəhərində. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun. Siz də sağ olun.
altında qaldırar. Qardaş, Allah bazar versin. Sağ ol, məmnun, xoş gəldin. Mercedes Y-Class. Bəli. Satmaq Dörd göz, istəyirsiniz. Dörd göz deyirik el arasında. Bəli, Buyur, bəli. məlumat ver bilək necə maşındır bu? 2001-in maşını qaqa, zavod maşınıdır. Yəni kraskasız maşındır. Oradan buradan kosmetik işlər var müəllim. Darı nə indirsiniz deyə, motor da benzin ömür motordur, 2.4 motordur. Nə vaxtdan sizdədir maşın? Maşın 5 ildir məndədir, özüm şəxsi maşınımdır, özüm işlətdiyim maşın. gözəl. Ha, sağ ol. Sinə. Alandan sonra xərc çəkmisiniz Yox, yoxsa? heç heç. Yüngül var xəc, perdona, başqa heç. Ha, Öz qəşəng. sözünü demiş maşınlar. Motor da deyirsiniz 2.4. 2.4 bəli. Necədir motorun vəziyyəti? Motor da qəşəng, karafka da qəşəng, hamı saat kimidir. Yağ azaltması yox. Yox, heç nə, heç. Açıb yığılıb motor. Yox, yox, Nemesdən gəlmədi. Ha, gör neçə ilin Aha, maşınıdır? üstə basın. 34 ilin 30 maşını. əl dəymir, zavod. Kimə görsə də beləsə görür, zavod. Ha, lap yaxşı. Maşında göz qabağı. Benzin idi də mühərrik? Bəli, bəli, bəli. Nə qədər yandırır? 100'ə 10 yandırır müəllim. Kondisionersiz? Kondisionerlə 12-13 belə. Karabkası nədir? Karabkası elektron karabkadır. Lazer hasarı. Avtomat karabka. Avtomatdır, bəli, bəli. Gecikmə, vurma. Yox, heç nə, heç nə, heç nə. Maşının yüngülvarı, kosmetik işlər var. Başqa heç nə yox. Tiferdə səs yox. Yox, heç nə, qramdır. Polda çürüyüb, pası. Yox, yox, heç nə. Pas, heç nə, zavoddur deyə baxa bilərsiniz. Aha, lap yaxşı. Peredokun səsi küyür. Yox, heç nə. Təkərləri də təzədir, baxa bilərsiniz. Disklər də elə biləm yaxşı diskdə. Sayın cebimdə 1200 manatda disklərə pul vermişəm. Monitoruna 1000 manat pul vermişəm. Polnu full maşındır müəllim. Kraska heç vurulmuyor. Yox, kraska zavod nədə olur? Hə, nə gözəl. Ha, zavod kraskasıdır. Aynalarda vəziyyət necədir? Hamısı qəşəng, qırıq, çatı, heç nə Ön yox. aynada çıtlaq var bir dənə. Beçərə bir balaca. dənə çıtaq var, hə. Dəri salondur. Bəli, dəri salon, sirenik qızdırıcısı, soyuducusu. Aa, nə gözəl. Yarısı düymə ilə idarə olunur. Bəli, Eləmi? hamısı düyməli. Oturacaqlar yarı düymədir. Hamısı düyməli. Amma üstlərində zədələri var ha. Yüngülvarı, hə, Çatları kosmetik var. işləri var. Yüngülvarı sinəklər oturacaq, yüngülvarı. Alan Aynaların 4-ü də düymədir. düymədir, bəli, dördə düymə. İşləyirlər yəqin ki. Hamısı da işləyir qəşəng. Pultu var bunların? Bəli, bəli. pultu Lazer var. açarmı olur? Lazer, bəli, lazer. Qiyməti nə? Qiyməti 12 minə deyirəm, real alan olsa yönləşmək olar. 12 minə deyirsiniz. Real alandan Nə qədər? Təxminən 500-600. nə qədər olsa yönləşmək olar. Yəni satmağa Əsas gəlmişəm. odur sizlə Ha, razılaşsınlar. bəli, bəli, satmağa gəlmişəm. Qəşəng. Luku da var amma demədik. Yox, İşləyir. luku düşdür, bəli, işləməyən şey yoxdur müəllim. Maşında bir dənə qabaq bufet kaskalanmalıdır, ayrı heç nə yox. Hara gəlsinlər? Baxmaq istəyən Bərdiyə gəlsin. Uğurlar arzu edirəm. Sağ ol müəllim, sağ ol. Siz də sağ olun qardaşım. Sağ ol. Qardaş Allah bazar versin. Sağ ol qardaş, Allah razı olsun. Mercedes C-Class. Çeşka deyirik. 97-dir. 2001 modeldir də, 2001-ə yığılıbdır Charlotte-da. 200 sadə motordur, 111. Maşında da ki, yəni hər bir şey var. Memra paket, klima kontrol, kondisioner, yəni hər bir şey var da, idealdır. Full versiyası Avtopilot. deyiləm deyirsiniz. Bəli, bəli, bəli. Nə vaxtdan sizdədir? 2 ildir məndədir. Alandan sonra xərciniz olubdumu yoxsa? Yox, yəni cürcü də bunların elə xərci olmur. Yəni bu maşınların elə xərci yoxdur. Maşındakı vuruqsuzdur, udarsızdır, bez problemdir, çürüyü yox, çarığı yox. Təkərlərin 4-ü də təzə. Mühərrik biraz böyükdür, 2-3 deyirsiniz, benzin mühərrik. 2-3 ən gözəl motordur. Bunu sürənlər bilir. 2-3 Sadədirmi? sadə motor, Yoxsa sadə kompresor motordur. Bəli, gedir? sadə Sadə. motordur. 111 motordur. Bunu sürənlər bilir. Bunlar yəni motorda yağ yemək, karokkada problem. 160 min göstərir yürüyüş, amma elə bilirəm ki, o düzgün deyil nəsə. İndi qardaş, yalan allatmanın nə yeri var? Yəni elə üstündə olan odur. Nə əl vurdurmuşam, nə bir şey eləmişəm. İndi Motorun bilmədikdə yağ azaltması, konkret səsi, yoxdur. Yağ azaltma, heç bir motorda heç bir problem yoxdur. Karovkada, diferdə, peredogunda bir avtomat sözlə, karobkada, bəli, bəli. gecikməsi, ondan sonra Heç bir şey. vurması yoxdur ki. Heç bir şey. Maşın çiçək kimi maşındır. diferdə səs yox. Diferdə səs yox, peredogda problem yox. Ondan sonra motorda problem yox. Motorun Altını yağı da çürüyür, 2 pası gündür dəyişib. yoxdur ki. Bir dənə toçka belə xal pası yoxdur maşının altında. Aha. Üstün ətər altı da elə çiçək kimi. Peredokda deyirsiz, səs küy eləmir. Peredog da əla, peredogu da superdir. Təkərlər də yaxşı. 4-ü də təzədir, 4-ü də. Maşınımızın dəyişənləri nəyi var? Maşının dəyişən heç bir şey. Zavod maşındır. Kraskalanmış olaraq. Kraskalanıbdır, bəli, vaxtında kraskalanıb. İndi Bir il bundan kosmetik işi qabaq. yoxdur elə bilirəm. Kosmetikalık heç bir şey. Maşını bircə dənə benzin töküb sürəcəksən bugünkü gün. Aynaları təmiz, Dördün də, təmiz. şüşələrin 4-ü də qalxır, 4-ü də yeni. Kondisionerdir, buz kimi vurur, avtopilotu işləyir.
Parça Sideniya salonu yaddaş, eləmi? bəli, bəli, Aha, Sideniya amma zavod təmizdir elə biləm ha. təmizdir, Zədəsi cırığı yox. yox, söküyü yox. Qəşəng. Hətta monitor da Heç bir- qoydurmusunuz. Bəli, bəli. Hə, maşınınız Maşın mükəmməl maşındır. Əsas qiymətidir. qiyməti Görək 11300 deyirəm, yəni alan olsa razılaşarıq. 11-dən Maşındakı aşağı düşmək olacaq yoxsa? yox, 11-dən aşağı yox, yəni mənim fikrim açıq, 11000-dir qutaran. Görmək istəyən hara gəlsin? Görmək istəyən Bərdə rayonuna gəlsin, yəni maşın Bərdə rayonundadır, şəhərdədir. Uğurlar arzu edirəm qardaş. Sağ ol qardaş. Siz də sağ olun. Allah razı olsun. Siz də sağ olun.